Onlar rəqibdilər və hər iki komandaya bu iki görüşdə mütləq qələbə lazımdır. Belə ilk də futbolçular və oyun idarə edən hakimlər briqadasının üzvləri yavaş-yavaş stadiona daxil olurlar. Əliyar Ağayev və onun köməkçiləri, həmçinin hər iki komandanın üzvləri. Bugün Rail Məlikov da bildiyiniz kimi Azalın kapitanıdır və o da uzun illər Neftçinin heyətinə çıxırıb. Neftçidə hətta kapitan olubdu. Və bugün Rail Məlikov da öz keçmiş komandasına qarşı oynayacaq. Və hakimlər briqadası, görüşün baş hakimi bir qədər əvvəl də qeyd olunduğu kimi Əliyar Ağayev və digər yarım müdafiəçi isə Fəhmi Muradbəylidir. Və meydan mərkəzinə Neftçi komandasının futbolçuları oyuna başladılar. Hücumda isə bildiyiniz kimi bu görüşdə Ruslan Qurbanov çıxışıracaq. Ona bir qədər arxadan Rəhman Hacıyev kömək etməlidir. Neftçinin də heyətində müəyyən dəyişikliklər var ötən oyunlarla müqayisədə. Bu arada Ruslan Qurbanov, amma Ruslan Qurbanova topa çatması çox çətin idi. Ötürmə yaxşı alınsa da. İstərdim söyləmək, yanlış başa düşülməsin. İlk dəqiqələrdə Neftçinin qol vurmasını istəməzdim. Nəyə görə? Çünki qol vursa ilk dəqiqələrdən o zaman bəlkə də sırf müdafiəyə bir qədər daha çox diqqət yetirməyə başlayacaq. Amma hücum futbolunu izləmək isə yəqin razılaşarsınız ki, bu bir qədər ayrı zövq verir. Liderinə çevrilmişdi və Araz Abdullayev küncdən zərbə ilə topu oyuna daxil edir. Başla qapıya zərbə. Stanislav Namaşko yaxşı oynayır. Ruslan Qurbanov. Qonaqlar yerinə yetirəcək. Episodun təkrarını bir daha izləyirik. Müdafiənin mərkəzində özünə yaxşı mövqe seçmişdi Ruslan Qurbanov. Baş zərbəsi ilə kifayət qədər təhlükəli alındı. Qasımov çıxış edir. Azalın heyətində. Cərmə zərbəsi yerinə yetirilir və başla zərbə qapıcı topu tutdu. O qədər də qüvvətli alınmadı bu zərbə və zədəli futbolçu var Azaldan. Dərhal qapıcı Namaşko topu meydandan çıxarır. Meydan meydançasına gedir və onun başla qapıya zərbəsi bu epizodda Stanislav Namaşko düzgün mövqe seçir. Topu tutmaqda çətinlik çəkmir. Yaxşı formadaydı Şən Abdullayev. 21 yaşlardan ibarət milli komandamızın özüdür. Oyundan kənar vəziyyət. Ruslan Qurbanovun hakimin fitindən sonra topa zərbə vurmasına da ehtiyacı yox idi. Ancaq bu reaksiyadır. Fitlə onun zərbəsi arasında vaxt çox qısa olduğu üçün episodun təkrarına baxırıq. Bir qədər öndə idi. Azacıq öndə idi Ruslan Qurbanov. Yəni yan xətt hakimi bu episodu düzgün qiymətləndirdi. Düşünülmüş bir kombinasiyaydı. Boş mövqeyə çıxdı həmin mövqedə. Ailton bir futbolçunu keçir. Geri ötürmə verir. Qapıya zərbə və Stanislav Namaşko yaxşı oynadı. Rəhman Hacıyevin zərbəsi. Kombinasiyalar təşkil edə bilirlər. Bu epizodda isə Müşfiq Teymurov sürəti ilə ayaqlaşa bilmədi. Ailton pressing tətbiq edirdi. Murad Səttarlı topu ələ keçirdi. Sağ cəhətdə Murad Səttarlı yenidən topa yiyələnir. Qapı qarşısında onun ötürməsi. Qapıya zərbə və top qapıdan keçir. Hesab açılır. Azalın qolu gözlənilməz bir qol. Ruslan Nəsirli. Baxın, bir daha izləyək. Bir anlıq qaçırdılar. Fikir verin, müdafiənin mərkəzində fikir verirsinizsə və bu epizodda hörmətli tamaşaçılar həqiqətən də çox maraqlı bir məqam. Hara baxırdı? Bu cür yollara əl atmaq olmaz. Bu isə oyunda vurulan hələ ki yeganə qolun təkrarıdır. Çox yaxşı zərbə mövqeyinə çıxdı. Qapıçının qətiyyən günahı yox idi. Burada Aqil Məmmədovu qətiyyən günahlandırmaq olmaz. Yenidən Neftçi futbolçuları hücumu davam etdirirlər. Sağ cənahda Fəhmi Muradbəyli topu qəbul etdi. Fəhmin qarşısında Neftçinin Azalın müdafiəçisi var. Bu Emin Cəfərquliyev idi. Rəhman Hacıyev yaxşı qəbul etdi topu. Qapı qarşısı ötürmə. Ruslan Qurbanov zərbə olacaq. Amma top qapıdan aralı keçir. Təbii ki, bundan sonra hücuma atılacaq qol vurmaq üçün. Çox gözəl. Qol hesabına standart vəziyyətdən vurduğu qol hesabına məğlub etdi. Araz Abdullayev sol cəhətdə cərmə meydançasına daxil olur. Müşfiq Teymurovun səhvi və Rail Məlikov sığortaladı onu. Ardınca isə təkrar zərbə gördüyünüz kimi görək zədəsinə dərəcədə ciddidir. Tibbi personalın oyuna daxil olmasına ehtiyac var. Rail Məlikov topu elindən çıxaran zaman onu qapı xəttindən çıxardı. Təhlükəli bir zərbə qapıya Ruslan Qurbanovdan. Süleymanov həmin komandanın baş məşqçisidir. Ruslan Qurbanov da həmin komandaya hərbiçilərdən ibarət milli komandamıza dəvət olunmuşdu və Ruslan həmin yarışda da başla çox yaxşı oynadığını sübut edirdi. Qəbul edə bilmədi. Tagim Novruzov təhlükəli ola bilər. Qapıya zərbə lazımdır. Zərbə indirilir, qeyri-dəqiqdir. Ruslan Nəsirli, ilk qolun müəllifi Ruslan Nəsirli bu cür əlinə imkan düşmüşdü. Yəni Neftçinin hədiyyəsi də demək olardı buna və başa düşmək olar əlbəttə ki. Çox yaxşı bir oyundan kənar vəziyyət yox idi. Neftçinin sağ cinah müdafiəçisi irəliyə ötürmə Ruslan Qurbanov topladı. Cavid İmanverdiyev
İmamverdiyevin köməyinə gəlir Kəmal Qurbanov, amma İmamverdiyev fərqi qərar verdi. Arazın zərbəsi! Çox təhlükəli idi və əgər çərçivəyə doğru getsəydi bu top heç şübhəsiz ki, Namaşko da komandasına kömək edə bilməyəcəkdi. Və topun istiqamətini dəyişdi. İndi epizodun təkrarını izləyirik. Burada əllə oyun olduğunu işarə edirdi Cavid İmamverdiyev və sol ayaqla havadaca topa qüvvətli zərbə endirdi. Sol ayağı ilə Araz Abdullayev. Və mən deyərdim ki, düzgün qəbul edilmiş bir qərar idi. Bir daha izləyirik. Namaşkonun bəxti gətirdi həqiqətən də. Çünki top azacıq qapıçıdan da uzaqlaşan istiqamətdə çərçivəyə tərəf getsəydi heç şübhəsiz ki, Namaşko heç nə edə bilməyəcəkdi bu epizodda. Düşünmürəm ki, uzun müddət davam edəcək. Neftçinin növbəti hücumu Cavid İmamverdiyev ötürməsi. Qapıçı Namaşko topu uzaqlaşdırır. Aydın Qasımov da ona kömək etdi. Yeni də Murad Səttarlı sol jantı topu qəbul edir. Topu Aydın Qasımova qaytardı. Tagim Novruzov, Murad Səttarlı əla ötürmələr, üçlü ötürmələrlə rəqibin cərimə meydançasına yaxınlaşır. Azal futbolçuları az qala ikinci qol vurmaq olardı. Çox gözəl kombinasiya və bu yenə də Ruslan Nəsillidir. Tərk edir 7 nömrəli oyunçu və onun əvəzinə meydana Salas Guinta Antonio daxil olur. Qısaca olaraq Anete deyək. Ötürmə verir Ruslan Qurbanov ki, müdafiəçinin əhatəsindədir. Anete qapıya zərbə olacaq amma Anete müdafiəçini keçir və zərbəsi top Azal futbolçusuna dəyir. Anete isə penalti. Burada Yox, belə epizoda görə əlbəttə ki, yəni açıq-aşkar burada yox, bədənindən top gəlib əlinə dəydi müdafiəçinin. Yəni düzgün olardı. İndi bu hücumu da izləyək, təhlükəli ola bilər. Neftçinin müdafiə xətti yeriyə qayıdır. Ruslan Nəsirli irəlir. Ruslan Nəsirli amma İnanılmaz zərbə bu dəfə də Aydın Qasımov. Gol vurma imkanı. Bəli, həmin epizodun təkrarı bu Ruslan Nəsirlinin doğrudan da tək başına reydi idi. Daha sonra isə Aydın fikir verin necə qaytardı topu Aqil Məmmədov. Akrobatik bir sanki 50 ildə istəsə topu belə qaytarsın, bəlkə də qaytara bilməzdi, amma bu qəbul etdi. Yenə Ruslan Qurbanov və Cavid İmamverdiyev tamamilə boşdur. O sağ jantı topu qəbul edir. Qapı qarşısında onun ötürməsi. Aniyete və Namaşko zərbə vurma imkan vermir. Həm də Aniyete qaydanı pozdu. Ya oyundan kənar vəziyyət. Bir daha izləyək. Aniyete. Ailton rəqbi keçir. Ailton ötürməsi. Qapıya zərbə olacaqmı? Təhlükəli vəziyyət yarada bilir. Zərbə və amma daha öncə hakim bəli. İxtisas oyundan kənar vəziyyət. Bir daha izləyək, epizodun təkrarına baxaq. Bu epizodda Ruslan Qurbanov, yəni meydanı tərk edən futbolçu Ailton. O meydanın artıq qapı xəttinin arxasında idi. Ruslan Qurbanova isə həmin anda zərbə endirilən anda gördüyünüz kimi oyundan kənar vəziyyətdə əlavə edilir. Hörmətli tamaşaçılar, Azalı qələbədən 4 dəqiqə ayırır. Neftçinin isə 4 dəqiqə vaxtı var ki, məğlubiyyətdən xilas olsun. Mümkün olacaqmı? Fəhmi Murad Bəylinin ötürməsi. Aniyete topladı, özünü yerə atır və simulyasiyaya görə sarı vərəq alacaq. Təbii ki, elə Aniyete'nin yerə yıxılmasından görünürdü ki, bu simulyasiyada. Tərlan Xəllov meydana daxil olmağa hazırlaşır. Bəli. Bu cür epizoda görə təbii ki, heç vaxt penalti təyin edilməz. Azalın qapıçı top irəli vurur. Məhəmməd Bədəlbəyli rəqibdən topu uğurlayır və Məhəmməd Bədəlbəyli təhlükəli vəziyyət yarada bilər. Məhəmmədin zərbəsi, amma qapıçı Aqil Məmmədov üçün bu topu tutmaq elə çətin deyildi. Bu isə bir qədər əvvəl Azalın hücumu zamanı Məhəmməd Bədəlbəylinin vurduğu zərbənin təkrarı idi. Yenidən Tərlan Xəllov özünü yetirir, amma topu yenidən qazana bilmir və top Neftçi komandasındadır. Cərimə meydançasına doğru ötürmə təhlükəli ola bilər, amma Ruslan Qurbanov bu dəfə də topu qapıya göndərə bilmədi. Stanislav Namaşko topu götürür. Çox təhlükəli bir vəziyyət idi. Top itkisindən sonra az qalan Neftçinin hesab bərabərləşmə imkanı yaranmışdı, amma Ruslan Qurbanov topa lazımı qədər yetişə bilmədi və bu da son, hörmətli tamaşaçılar. Görüşür baş hakimi Əliyar Ağayevin final fiti səslənir. Bu isə o deməkdir ki, Neftçi Azal görüşü qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatır.